ölkə gündəmin zəbt neçə illərdir artıq Bəli. ölkə gündəmin zəbt eləmiş bir mövzudur. Bayağı musiqi. Ümumiyyətlə bu bayağı musiqi nə deməkdir? Bayağı musiqi bizim xalqa yaraşmayan musiqi, dırnaq arasında olan musiqi, bu gün oxunub sabah unudulan musiqi. Aha. Yəni səncə kimlərdir bu bayağı musiqini təbliğ edən? İstəyəcəm ki, səndən sadəcə ad çəkəsən. Niyə istəyirəm? Ona görə ki, mənim digər ayrı bir televiziyasında da apardığım rubrikada məsələn mən müğənnilərə bu sualı verirəm. Hamı deyir ki, çoxdur. Məsələn mən soruşuram ki, sən bayağı musiqiçisən? Yox, əlbəttə ki, mən sənət göstərirəm. Ay sağ ol. Bax, sənin kimi digər mənim qonağım olan musiqiçilər, müğənnilərə sualı verirəm. Heç kim öz üzərinə götürmür. Mən sənə bayağı